Mən Vüsal Kəlbəcəri hardayam? Vüsal Kəlbəcəri Qarabağımızdayam. Bəli, bura gördüyünüz kimi Ağdərədir. Mən Qarabağı qarış-qarış gəzdirəm. Amma burada bizim qarış-qarış gəzməyimizin və rahat şəkildə gəzməyin səbəbkarı birinci cənab prezidentimizdir. Allah cənab prezidentimizə can sağlığı versin. İkinci bu şəhidlərimiz. Şəhidlərimizin qanun nəticəsində bu torpaqlarımız erməni işğalatından azad olunubdur və saxlanıbdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qarşısına baş əyirəm, bir daha baş əyirəm. Bəli, demək bizim igidliyimizdir, bizim qürurumuzdur, bizim yüksəlişimizdir, bizim torpaqlarımızın azad olunmağında canlarını qurban verən şəhidlərimizdir. İstər 1-ci Qarabağ müharibəsində, istər 2-ci Qarabağ döyüşlərində hər birinə Allah rəhmət eləsin bütün şəhidlərimizə. Bəli, bax bu torpaqlarda rahat gəzməyimizin səbəbkarları bu şəhidlərimizdir. Allah şəhidlərimizə rəhmət eləsin, torpaqları nurla dolsun, hər birini tanıyın. Demək, kəşfiyyatçı ilk İdris Oruzoğlu, Hümbətov İdris Oruzoğlu, Babayev Telman Alıoğlu, Vəlməmmədov Əlcəzair, Ələkbərov Salih, Orzov Füzuli, Şükürov Nurələm, Bəhruz, demək Zeynalov Bəhruz, Musayev Məhəmməd, Zeynalov Mikail, Hüseynov Elçin, Hümbətov Dilsuz, Ələkbərov Elçin, Allah hamısına rəhmət eləsin. Həsənov Hümbət, o cümlədə Nəsrov Balı, Nəsrov Balı, Umudov Loğman, Ağayev Fazil, Hacıyev Bəhman, Allah bütün şəhidlərimizə rəhmət eləsin. O cümlədən şəhid Əliyev Nadir Alışoğlu, hər birinə rəhmət eləsin. Bəli, bizim Azərbaycanımızın bayrağının belə dalğalanmasında səbəbkar kimlərdir? Bax, bizim bu şəhidlərimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, torpağı nurla dolsun. Burada da görürsünüz Əl-Fatih surəsini belə qoyubdular ki, hər kəs şəhidlərimizə Fatih edilsin. Allah rəhmət eləsin, torpaqları nurla dolsun. Bəli, mən Vüsal Kəlbəcəri yenə də biz hardayıq? Ağdam rayonunun Əlaqalı kəndindəyik. Ağdam rayonunun Əlaqalı kəndində yolla gedəndə gördüm ki, demək kənd sakinləri buradadırlar. Allah hər birinin ömür versin. Və kənd cəmaatı burada gözəl belə bir navis sualdırdılar. İnsanlar üçün xeyriyyəçi deyirlər ki, qəbristanlığa gələnlər hər biri burada gözəl şəkildə otursunlar, gündən qorusunlar, yağışdan qorunsunlar və buna görə də burada əziyyəti keçən hər bir Ağdamlıya, Əlaqalı kənd sakinlərinin hər birinin adından dərin təşəkkür bildirirəm. Bəli, hər bir insanlar, hər kənd, hər insan kəndlərində belə bir şeylər, abadlıq işləri eləsələr daha gözəl olar. Burada da əziyyəti keçən insanların hər birinə mən Vüsal Kəlbəcəri sağ ol deyirəm. Və gedək kənd sakinlərlə tanış olaq görək. Salam əleykum. Xoş gördük. Necəsiniz? Təşəkkür edirəm, minnətdaram. Allahın bu günlərinə şükürlər olsun. Min şükürlər olsun ki, öz vətənimizdəyik, öz elimizdəyik, öz obamızdayıq. Ürək sözlərini deyə bilərsinizmi? Buyurun. Sevinirsiniz bu günlərə, Ağsaqqal. Niyə sevinmirik? Niyə sevinmirik? Kim gəlmiş öz yerimizə, yurdumuza? Min şükürlər olsun. Min şükürlər olsun. Bu günə şükür. Bütün Azərbaycan sevinir, təhkili yox. Düzdür. Sağ ol dədə. Bu günə şükür. Min şükürlər olsun. Təşəkkür edirəm. Buyurun qardaş. Qardaş, bu əziyyət çəkənlərin hamısına təşəkkür edirəm. İstəyir çardaq, istəyir bu ərazinin çəkilişində, setka çəkilişində, setkamızı da çəkmişik. Gözəl. Şükür, əli qolu ağrımasın. Buna dayaq duranların hamısının Allah canı sağ eləsin. Təşəkkürlər. Allah şəhidlərimizə də rəhmət eləsin. Torpağın nurla dolsun. Bəli, Əlaqalı kəndi itkin şəhidlərdir bunlar, düzdürmü? Bəli. Allah hər birinə rəhmət eləsin. Torpaqların nurla dolsun. Və kəndin nə qədər şəhidi var? Kəndin çox, Bəli, nə qədər təxminən şəhidlərimiz var? Allah rəhmət eləsin. 20-dən çox şəhidlərimiz var. Bəli, Allah rəhmət eləsin. İçində itkinimiz var. Allah qapılarını açsın, qalıbsa, ölübsə Allah rəhmət eləsin. Amin. Bütün şəhidlərimizə Biz borçluyuq. borçluyuq. Allah rəhmət eləsin. Amin. Qazilərimizə can sağlığı arzulayıram. Min şükürlər olsun. Təşəkkürlər. Şükür bu günlərimizə gəlib bugünkü gün burada belə bir işlər görə bilirik. Təşəkkürlər, çox sağ olun.